tərəf ağrıyır, bu üstünə ağrıyır. Nə bilim, əsəblər pozulub, stres var. Ayaqlar normaldır, gəzirəm. İştahat var, səhər yemişəm, günortanın yemirəm. Akşam gelib gəldim. Yeməyi biraz vaxtını uzadıram, amma iştahat dayanır. Dünən akşam nahar gündüz etdim, günorta naharı yemədim, akşam yedim. Gez yedim. Yatmağı da 2 saat yatıram. Səhərlərdə 2-3 dəfə ayırıram, yəni yatıram. Bu gözlər axır, hər an axır, yuxu axır. Yuxuluq var, amma yatabilir. Yatabilir, indi o bilmirəm, nə oldu. Yuxuya getməməyin səbəbi ağrı olur, yoxsa ki, sadəcə o fikir olur? Bədəndə yorğunluq çoxdur.